Uşaqlarla oyun oynamaq niyə çox vacibdir? Çünki uşaqlar həyatı oyun prosesində öyrənirlər və oyun prosesində güvənli bağlar qurmağa başlayırlar, sosiallaşırlar, özlərini ifadə etməyi, hisslərini ifadə etməyi və eyni zamanda idarə etməyi öyrənirlər. Bu uşağın emosional tənzimləməsini inkişaf etdirməsi üçün çox önəmlidir. Belə deyək, uşaqda psixoloji immunitet yaranır. Hansı ki, bu immunitet sayəsində uşaq stresslə daha gözəl mübarizə aparmağı bacarır. Sosiallaşır, özünü ifadə eləyir, ətraf aləm haqqında öyrənir və hər şeyə rahatlıqla toxunur, baxır, ünsiyyətə girməyə çalışır və onun üçün həyat kənardan izləniləcək, qorxulacaq bir şey olmur. Əksinə, həyatın içində hər şeyinlə birlikdə təmas quraraq, hər şeyi təcrübə edərək öyrənməyə meyilli olur. Belə uşaqlar daha özgüvənli olur. Qorxmur, maraq göstərir, səy göstərir və həm özünü qorumağı öyrənir, həm də eyni zamanda sərbəst olmağı öyrənir. Həm də aid olduğu insanların ətrafındaykən, güvəndəykən bunları təcrübə etmə şansı qazanır. Çünki tək olarkən bunları etmək çox daha çətin bir prosesdir uşaq üçün. Hər şeyi təcrübə edərək gözümüzün içinə baxırlar, bizlə təmas qururlar və gözümüzdə bir təsdiq axtarırlar. Hansı ki, bu təsdiq onlara ya səhv yoldasan, geri çəkil, ya da düz yoldasan, davam elə deyir. Bu bizim bir gülüşümüz, bir baxışımız ola bilər. Və sosiallaşarkən, oyun oynayarkən uşağın gözü daim böyüklərdə olur. Onlarla göz təması qururlar və doğru yolda olub olmadıqlarını təsdiq eləməyə çalışırlar. Bu əslində ən güvənli şəraitdə azad olmağı təcrübə etmək deməkdir. Və belə uşaqlar hər daim öz kimliyini daha güclü şəkildə formalaşdıra bilirlər. Xüsusilə də uşağın fiziki cəhətdən özünü tam etibar edə bildiyi oyunlar uşaqlarda güvən hissini inkişaf etdirir. Bugün sizə uşaqların həyatında oyun prosesinin önəmi haqqında danışdım və bu bir şey gördünüzsə, demək ki, videonun sonuna gəldik. Əgər belə psixoloji paylaşımlarım sizin üçün maraqlıdırsa, izləmədə qalın və məni takib edin. Səhifəmdə psixoloji mövzularda fərqindəlik yaratmağa çalışıram. Sağ olun.